Hər şeydən əvvəl onu deyirlər ki, siz heç kəsi yatmağa qoymursunuz. Gecənin yarısı ucadan şeir oxuyursunuz. Bilməmişdik ki, şeir onların xoşuna gəlmir. Məyər şeir oxumaq, xoruldamaqdan da pisdir? Heç bilirsiniz, mənim qonşum, qoy elə onun adını vətəndaş X qoyaq. Gecə yatanda eli xorulduyur ki, baş tərəfdəki dibçəyin gülün yarpaqları əsir. Sizi inandırıram, xorultusundan gülün yarpaqları tir-tir əsir. Eyni zamanda ön tərəfdə yatan qonşum, qoy elə onun da adını Y qoyaq. Gecə yatanda elə xorulduyur, zarılduyur ki, Allah bilir, adamın ürəyinə nələr gəlir. Amma gördüyünüz kimi mən heç əhvaldan da çıxmıram. Zarıltıya da dözürəm. Yaxşı, tutaq ki, belədir. Sonra deyirlər ki, siz səhər tezdən başlayırsınız mahnı oxumağa, hamını yuxudan oyadırsınız. Axı, bu günəşli yaz səhərində necə oxumamaq olar?